Yay aylarında yanğın təhlükəsizliyi xüsusi diqqət tələb edən məsələlərdəndir. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin də üzərinə mühüm vəzifələr düşür. Bəs cari ilin 6 ayında bu istiqamətdə hansı tədbirlər görülüb? İzləyək. 2026-cı ilin yanvar-iyun ayları ərzində Fövqəladə Hallar Nazirliyinin Zonçu qaynar telefon xəttinə 32126 zəng daxil olub və zənglər dərhal aidiyyatı üzrə ötürülüb. Daxil olan zənglər əsasında Nazirliyin aidiyyatı qurumları tərəfindən 114 yanğın hadisəsinə çıxış olub. 15 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza xilas etmə işləri həyata keçirilib. 9 müxtəlif ərazidə döyüş sursatları tapılıb və zərərsizləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülüb. Bu il intensiv yağan yağışlar nəticəsində su basma hadisələri də baş verib. Ümumilikdə 12 ünvanda suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri görülüb. Yanğın təhlükəsizliyinin təmin olunması məqsədi ilə 1077 obyektdə yoxlamalar aparılıb. 224 obyektdə texniki təhlükəsizliyin təmin olunmasına nəzarət edilib. 423 inzibati və yaşayış binasının zirzəmisində monitorinqlər aparılıb. Müxtəlif tikinti obyektlərində ümumilikdə 451 nəzarət funksiyası icra edilib. Fövqəladə Hallar Nazirliyinin aidiyyatı qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədi ilə 8037 nəfərin iştirakı ilə silsilə tədbirlər, seminarlar və məşqlər keçirilib. Yanğın təhlükəsizliyinin qorunmasına aidiyyatı dövlət qurumları ilə bərabər hər birimiz məsuliyyətlə yanaşmalıyıq. Hafizə Əliyeva, Tərlan İbrahimova, İlqar Məmmədov, NTV Xəbər.